Qusar rayonunda qaynata ilə kürəkən arasında baş verən mübahisə ağır xəsarətlə nəticələnib. Məlumata görə hadisə rayonun Atlıxan kəndində qeydə alındı. 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov kürəkənli Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə zərər çəkənin bağırsağı zədələnib. O təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hadisə gecə saat 02:00 radələrində baş verib. Qaynata kürəkəninin mütəmadi spirtli qəbul etməsi və qızı ilə əsassız mübahisələr yaratması ilə bağlı iradını bildirmək üçün onun yaşadığı evə gəlib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və kürəkənin qaynatasını təhqir etməsi qarşıdurmanı daha da gərginləşdirib. Nəticədə kişi qızının əlinə təpiklə zərbə vuraraq onu ağır xəsarət yetirib. Faktla bağlı Fərhad Hacımuradov barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Lakin qarşı tərəf şikayətçi olunmayıb. İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə baxılıb və məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə şərti cəza verilib. Qeyd edək ki, adları şərti verilib.